Hər vaxtınız xeyirli uğurlu olsun mənim əziz və dəyərli bacılarım. Yeni gündən, yeni bir vlog ilə yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Necəsiz qızlar? İnşallah hər biriniz yaxşısınız. De ki, yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Bu soyuq şaxtalı günlərdə nə qədər yaxşı olmaq olarsa, o qədər yaxşı olmağa çalışıram. Və ona görə çalışıram ki, bu qışın solğun, soyuq, şaxtalı günləri mənə mənfi təsirini göstərməsin və özümlə mübarizə aparıram ki, heç keyfini pozma, heç əhvalını pozma, ruhdan düşmə. Hər şey gözəldir, hər şey öz yolundadır, çox şükür. Özünü negativa bağlama, özümü, yəni belə təsəlli verirəm, yəni belə motivasiya verirəm və çalışıram ki, pozitiv olum. Belə qızlar, bugün ayın 3-üdür, fevralın 3-ü. Yəni montaj etdiyim gün ayın 3-üdür, amma çəkilişi etmişəm hardasa 27-28 yanvarda. Yəni yenə də gecikmiş bir vlogdur. Və belə qızlar, dediyim kimi hardasa təxmini 27-28 yanvar tarixidir bugün. Və belə səhər durduq, çayımızı, çörəyimizi yedik. Daha sonra biraz işlərim var idi. Onları da etdikdən sonra gün ortaya doğru yollandıq qaynanamgilə. Daha doğrusu səhər baldızım zəng vurmuşdu ki, bəs mama zəng vurub çağırır bizi. Deyir, gəlin yemək falan hazırlamışam. Gəlin bizə və biz də yəni dedik bir yerdə gedək. Daha sonra elə oldu ki, həm yoldaşımın işi çıxdı. Müştəri gəlməli idi. Həm də mənim də ev işlərimi tamamlayım, sonra gedərik və dedi ki, onda baldızım da dedi ki, bunda biz öncədən gedək, həm də yeməyi falan hazırlamağa kömək edin mamaya. Siz də gələrsiniz və onlar bizdən öncə gəldilər. Baldızımla yoldaşı. Biz onlardan 2 saat sonra gəldik də, yəni bir yerdə gələ bilmədik. Elə yoldaşım da müştərini yola salıncaya qədər mən də işlərimi bitirdim, tamamladım. Daha sonra yoldaşımla ikimiz gəldik. Gələndə gördüm ki, baldızım da artıq yeməyi hazırlayıb, bozbaş hazırlanmışdı. Düzdür, ətini öncədən qaynanam qoymuşdu qaynamağa və amma bişirməyini baldızım bişirdi də yeməyi. Və qaynanam da öncədən belə dolmalar da bişirmişdi. Toyuq dolması bişirib. Arada çox dadlı, çox ləzzətli alınır onda bu toyuq dolması. Həmişə hətta deyirəm, sən ona nə qatırsan, məndə sənin kimi dadlı alınmır da. Çox ləzzətli idi, iri olmasına baxmayaraq. Sadəcə olaraq iri xoşlayırdı, xırda dolma sevmirdi, iri bükür dolmaları. Belə gəldim, mən də çıxdım hazırən hazır. Harada görünüb belə şey, gəlib görür ki, baldız, qaynana qəşəng biş-düş eləyiblər, gəlin də oturur yer. Nəysə zarafat bir yana, nəysə bildilər ki, işimiz var deyə gec gəlib çıxdıq. Bir sözlə gəldik, gördük ki, artıq süfrəyə qədər baldızım açmışdı. Süfrəni də hazırlamışdı, hər şey yığmışdı ortaya. Elə bizi gözləyirdilər. Biz də gələn kimi elə yeməkləri baldızımla köməkli çəkdik. Mən dolmanı çəkdim, baldızım da bozbaşı çəkdi. Bu arada çox ləzzətli hazırlanmışdı. Əllərinə sağlıq baldızımın. Bozbaş da çox ləzzətli idi. Oturduq, yedik, içdik. Qəşəng. Daha sonra elə çay da içək üstünün. Yəni biraz keçdi, düzdür. Təbii ki, orada süfrəni falan yığınca eləyincə biraz ara verdik də yeməkdən sonra. Elə əlimin də kəsiyinə görə qabı falan yuya bilmədim deyə elə evdə olanda düzdür, əlcək falan keçirdirəm, yuyuram, amma belə burada yuya bilmədim. Çünki nə yara bantı bağlamışdım, nə əlcək var idi əlimdə, bir sözlə. Qabları da mən yuya bilmədim. Çünki kəsik elə dərindir ki, hər su dəydikcə açılır, həm də göynədirdi. Həm də qaynanam da heç imkan vermədi qabları yumağa. Deyir, onsuz da hər gələndə nə qədər köməklik edirsiniz, iş görürsünüz. Bir dəfə də etməyin, qabları özüm yuyacam. Nəsə imkan vermədi, amma o yuyduqca mən də quruladım, yığdıq yerinə. Elə ardıca da bir çay da içək. Bir sözlə qəşəng deyə-deyə, gülə-gülə danışa-danışa oturduq
Yeməyimizi də yedik, çayımızı da içdik, biraz söhbət elədik. Yəni çox maraqlı bir gün keçdi həqiqətən. Yəni belə tez-tez yığılırıq bir arada hər zaman. Ya biz gedəndə baldızımgilə xəbər veririk, ya baldızımgil bizə xəbər verir. Gedəndə bir yerdə gedirik ki, maraqlı olur hamımız ailecək bir yerdə olanda. Və çox vaxtda elə qaynanamgil, yəni qaynatamgil çağırır ki, gəlin. Nəysə maraqlı qaynanam yemək bişirən kimi deyir, istəyir ki, evladları da yanında olsun. O evladları da o yeməkdən dadsın. Allah onlara can sağlığı, uzun ömür versin. Allah ruzlərini bol bərəkətli eləsin. Yəni çox darıxırlar, tez-tez çağırırlar. Deyirik ki, bəzən deyirik ki, bezmədiniz bizdən, gəlirik, başımızı şişirdirik. Bezləyirik, deyir, yox, hətta deyir ki, köçün, yaşayın bizlə, bizə xoşdur. Yəni belə. Təbii ki, onlar ürəkdən desə də ki, gəlin, amma biz istəmirik ki, hər gün gəlib həm bezdirək onları, həm də ki, bu qədər xərcə salaq olar, yəni rasxoda salaq. Ona görə də çalışırıq, heç olmaya həftədə bir dəfə və ya uzağı 2 dəfə gəlib baş çəkək. Belə hər dəfə də elə hamımız yığışırıq bir yerə. Çünki həqiqətən də elə bir ki, ya biz olmayanda baldızım da deyir, siz olmayanda da adam yenə elə bir darıxır. Və yaxud elə onlar olmayanda, baldızımgil olmayanda biz yəni bir yerdə çox maraqlı keçir də günümüz, o deməyəm odur. Ona görə çalışırıq ki, hər gələndə bir yerdə olaq, bir yerdə gələk. Düzdür, hər gəlişi çəkə bilməsəm də, dedim bugün çəkiliş edim heç olmaya. Çünki bilirəm bir çox izləyicilər var ki, yazırdılar. Bəzi o qaynanamgildə olan çəkilişlərin olan bloqun altında yazırlar ki, bura gələndə tez-tez çəkiliş edin. Çox maraqlı olur həmən bloq. Və mən də dedim bugün heç olmaya çəkilişini edim. Hər dəfə alınmasa da. İstəmirəm hər gələndə belə çəkilişlə narahat edim, hamını hər kəsi bezdirim. Amma belə hərdən bir olar düşünürəm. Ona görə dedim bu dəfə çəkiliş edim. Çünki çoxdandır çəkiliş etmirəm qaynanamgildə. Dedim həm günüm boşa getməz. Bir şeylər çəkmiş olaram sizin üçün. Həm də sizə maraqlı izləməyə nəsə bir videolar. Və ona görə də az da olsa bir şeylər çəkdim sizə buradan. Davamı isə evdə olacaq. Yəni burada biraz oturduq, sonra yollandıq evə. Onsuz da gec gəlmişdik, dediyim kimi günorta gəlib çıxdıq biz yoldaşımla və biraz oturduq elə qış günündə də yay gün qısa olur deyə bilirsiniz də tez qaranlıq düşür elə axşama doğru yollandıq evimizə və evə çatan kimi də evdə də biraz işlərim var idi çünki yemək falan hazırlamamışdım. Və neçə gündür planladığım soyuducu təmizliyim qalmışdı. Dedim heç olmuyor onu edeyim. Və elə burada çayımızı içdik. Biraz söhbət elədik. Daha sonra durduq getdik evimizə. Gəlib çıxmışıq artıq evə. Və gələn kimi buzluqdakı çıxardıb soyuducu gözünə qoyduğum dolmaları da yığdım qazana tez ki, yəni hazır dolmaları idi da. Yığdım qazana, qoydum üstünə bişsin və keçdim soyuducu təmizliyinə. Həmişə soyuducu təmizliyini nə vaxt planlayıram? Artıq içi boşalıbsa bu alış-veriş etmədən öncə təmizləyirəm ki, alış-veriş edərkən artıq təmiz olmuş olsun. Və elə deyək, bu gün təmizdim ki, sabah gedib alış-veriş edəcəkdik. Ona görə də dedim soyuducunu təmiz olsun da için alış-verişdən öncə yəni. Və belə qızlar, istəyirəm şərfimi burada dayandırım. Davamını şərfsiz izləyəsiniz. Yəni darıxmayasınız deyə musiqi də qoyacağım. Mən işimi görüm, siz də məni izləyin. Ehtiyac olduqca birazdan yenə də qayıdacağım. Sizə xoş izləmələr.
Və beləliklə qızlar, soyuducu təmizliyimi də etdim. Oldu çiçək kimi tərtəmiz. Dediyim kimi, yəni içində hətta gördünüz, demək olar ki, ərzaqlar bitmişdi. Ona görə həmişə o ərəfədə, yəni o fürsətdən istifadə edib boşluqdan içi boşalanda təmizləyirəm ki, çünki içi dolanda yığıram hər yerə, yer tapmıram, hər yerdə olur, amma belə boşluq olanda rahat olur da içini təmizləmək. Və təmiz olduğuna görə də artıq alış-verişi rahatlıqla edib içinə yığa bilərəm. Düzdür, soyuducu hissəsini ancaq təmizlədim. Aşağısına, yəni buzluq hissəsinə dəymədim, çünki təmiz idi. Yeni təmizləmişdim oranı, ancaq üst hissəsi qalmışdı. Və elə üstünü təmizləyib üzərini də sildim. Boz olduğunu, düzdür, boz o qədər də ləkə bildirmir, amma yenə də barmaq izləri olur hər zaman üzərində, tez-tez silirəm. Və belə qızlar, son işim də, bugünün son işi də bu oldu. Düzdür, iş bitmir, amma ki, yəni çəkilişim burada sona çatır və videom da artıq burada sona çatır. Bu da deməkdir, artıq sağollaşmaq vaxtıdır. Ümid edirəm videomu sevərək, bəyənərək izlədiniz sona qədər. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videoda görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın. Hələlik qızlar.